Salam uşaqlar. Deməli, biz bu günləri bu sualda üçbucaqlara və üçbucaqların medianların xassələri haqqında sual tipinə baxacağıq. Keçək suala. Burada ABC üçbucağının A-ın və B-ın medianları perpendikulyardır. BO 6, OM 5 olarsa bu üçbucağın sahəsini tapın. Burada deməli məsələ nədir? Biz ilk növbədə burada medianların xassəsini tətbiq eləməliyik və onu dəqiq bilməliyik. Medianların xassəsində medianlar təpədən başlayır, 2 bölünsün 1 nisbətində bölünür. Deməli, A-dan O-ya, O-dan M-ə çəkilibsə, deməli O nöqtəsi üçbucağın medianlarının kəsişmə nöqtəsidir və üçbucaqların medianlarının kəsişmə nöqtəsinin ağırlıq mərkəzi deyildiyi üçün təpədən başlayaraq 2K və K nisbətində bölündüyü üçün AO-nun uzunluğu olur 10. Biz sonra C-dən, C nöqtəsindən BA-ya bir dənə median çəksək və burada alınan median da üçbucağı ümumilikdə üçbucağın sahəsini 6 bərabər hissəyə bölmüş olur. Biz ABO üçbucağının sahəsini tapsaq, SABO düzbucaqlı üçbucağın sahəsini tapmış olsaq, katetlərin hasili bölünsün 2-yə. Deməli, olur 30. 30 olduğuna görə və OK buradan çəkilmiş CK medianı da AOB üçbucağını 2 bərabər sahəyə bölür. Deməli, KOB 15, buradan BOM 15, həmçinin MOC 15, CON 15, AON 15 və AOK 15 hissələrə böldür. Nəticədə biz buradan 6 vur 15 bərabərdir 90 almış oluruq. SABC üçbucağının sahəsi olur 90. Sağ olun.